Salam. Güvən nəşriyyatının 26 aprel 2025-ci ildə keçirdiyi sınaq imtahanının coğrafiya suallarına baxaq. 190 dərəcəli azimutda 10 km hərəkət edən müşahidəçi əvvəlki məntəqəyə ən qısa yolla hansı azimutda geri qayıtmalıdır? Bilirik ki, əgər hər hansı bir azimutun əksi soruşularsa, o azimut 180-dən kiçiksə onun üstünə 180 gəlirik, 180-dən böyüksə verilən azimutdan 180 çıxırıq. Verilən şərtdə 190 dərəcəli azimutdur. Onun əksini tapmaq üçün 190-dan 180 çıxarıq. Cavabımız 10Y variantı. A çayı Asiyanın ən uzun çayıdır. Artıq söhbətin Yansı çayından getdiyini başa düşmək olar. O Çin ərazisindən axır. Mənbəyi Tibetin şərq hissəsində yerləşir. Nəqliyyat əhəmiyyəti böyükdür. Aşağı axında hətta okean gəmiləri də hərəkət edə bilir. A çayı ilə bağlı doğru fikirləri müəyyən edək. Musson yağışları zamanı daşır şərti doğrudur. Əksər Şərqi və Cənubi Asiya çayları kimi Yansı çayı da yaylarında bol sulu olur. Deməli, birinci şərtin verilmədiyi variantları silirəm. Üçüncü şərtə baxa bilərik artıq. Ətrafı əhalinin sıx məskunlaşdığı ərazilərdən biridir şərtdə doğrudur. 1, 3, 5-ə baxaq. Tranzit xarakterə malikdir. Çin ərazisindən axır şərti onun tranzit xüsusiyyətinin olmadığından xəbər verir. Deməli, 5-ci şərt yanlışdır. Suvarmada istifadə olunur şərti doğrudur. Qış aylarında suvarmadan istifadə olunur. Cavab C variantı. Xəritə sxemdə verilmiş məntəqələrdən hansılar Aralıq dənizi iqlim tipində yerləşir? Buraya 2 və 4 rəqəmi ilə verilən ərazilər aiddir. Cavab C variantı. Müvafiq olaraq şimal buzlu, sakit, Atlantik və Hind okeanlarında yerləşən adalar. Aleut adaları sakit okeanda yerləşir, deməli A variantı yanlışdır. Korsika adası Atlantik okeanda yerləşir, deməli B variantı yanlışdır. İslandiya adası Atlantik okeanda yerləşir, deməli C variantı yanlışdır. Şpitsbergen adaları şimal buzlu okeanındadır. Havay adaları sakit okeanda, Kanar adaları Atlantik və Madagaskar adası Hind okeanında yerləşir. Cavab D variantı. Fin və Botnik körfəzləri üçün ümumi əlamət. Coğrafi mövqeyinə görə əslində dənizdir şərti yanlışdır. Baltik dənizi daxilində yerləşir şərti isə doğrudur. Hər iki körfəz Baltik dənizinin daxilindədir. Lənkəran ovalığı hansı xüsusiyyətinə görə Qanıq Ayrıca çökəkliyindən fərqlənir? Yayı quraq keçən mülayim isti iqlim tipi yayılması doğrudur. Belə ki, Qanıq Ayrıcayda qışı quraq keçən mülayim isti iqlimdir. Cavab A variantı. El-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Həmərsli dağları Avstraliyada yerləşir. Appalaç dağları isə Şimali Amerikanın şərqindədir. Tropik iqlim quşağında yerləşir şərti Həmərsli dağlarına aid olar. Tropik xətti ilə kəsişir şərti də Həmərsli dağlarına aid olar. Qədim dağlardır şərti hər ikisinə aiddir. Hersin yaşlıdırlar. Və şimal və qərb yarımkürəsində yerləşir yalnızca Appalaç dağlarına aiddir. Deməli, cavabımız Y variantı. Doğru olmayan fikri müəyyən edək. Qurudakı canlı aləmin 92% bitkilər, okeandakıların isə 94% heyvan və mikroorqanizmlərdir şərti doğrudur. Hər bir təbii kompleksin özünə məxsus biosinozu var, doğrudur. Bentoslar okean və dənizlərin dibində yaşayan canlılardır şərti doğrudur. Planktonlar nektonların əsas qida mənbəyidir şərti də doğrudur. Torpağın yuyulma qatı onun ən məhsuldar qatı hesab olunur şərti isə yanlışdır. Yuyulma qatı məhsuldarlığın ən kasıb olduğu qatdır. Cavab Y variantı. Hansı torpaqlar daha məhsuldardır? Burada biz qara və şabaldı torpaqları götürə bilərik. Rütubətli əmsalı 0,5, mümkün buxarlama isə 800 mm olarsa, yanıtın miqdarını müəyyən edək. Bildiyimiz qədər rütubətlənmə əmsalı yanıtının buxarlamaya nisbətidir. Yəni burada 0,5 bərabərdir. Yanıtı bölünsün 800. Yanıtını tapmaq üçün 800-ü 0,5-ə vura bilərik və ya yarıya bölmək deməkdir bu. Cavab Y variantı. Cədvələ əsasən uyğun çayları müəyyən edək. Azərbaycan ərazisində Kürün ən uzun qoludur şərti Araz çayına aiddir. Deməli, burada C, D, Y variantları silinə bilər. Qidalamalarında qar və buzlaq sularının üstünü təşkil edir şərti Viləş çayına aid olmadığına görə B variantını da silərik.
Qanıq çayına tökülür şərti isə Əyri çaya aiddir və A variantı doğru variantdır. Ağcakənd, İpək və Ağdağ yataqlarından müvafiq olaraq hansı faydalı qazıntılar hasil edilir? Ağcakənd gips yatağıdır. İpək xromit yatağıdır. Ağdağ isə seolit gili yatağıdır. Cavab B variantı. Samur dəvəçi ovalığı ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edək. Paleogen çöküntülər geniş yayılmışdır şərti yanlışdır və burada bir uyğunsuzluq yoxdur. A variantını sildik. Xəzər sahili mövqeyə malikdir. Doğrudur. Götürmürük. Yarımsərə quruçulu iqlim tipi səciyyəvidir. Bu doğru olduğu halda qabağından yanlış yazılıb və uyğunsuzluq soruşulduğuna görə C variantı uyğunsuzdur. Cədvələ əsasən uyğunluğu müəyyən edək. Paleozo erasının 6 geoloji dövrü vardır. Şərti doğrudur. Deməli, birinci şərtin verilmədiyi variantları silirik. Üçüncü şərt artıq avtomatik doğru olur. Belə ki, sakit okean tasvir tabaqası yalnız okean yer qabına malikdir. Şərti doğrudur. 4-ə baxaq. Astenosfer alt mantiyada yerləşir şərti yanlış olduğuna görə 4-cü şərtdə götürülə bilər. Cavab A variantı. A gölü Avstraliyanın cənub sahili yaxınlığındakı adada yerləşir. Göl vaxtı ilə okeana bitişik olmuş, sonradan ayrılmışdır. Göldə suyun rəngi tünd çəhrayıdır. Bu gölün Hiller gölü olduğundan xəbər verir. Cavab D variantı. Digər göllərə baxsaq, onların heç biri Avstraliya materikində yerləşmir. Qidalanmasında yeraltı suların üstünü təşkil etdiyi çaylar, buraya biz Tərtər çay, Türyan çay və Qanıq çayı götürə bilərik. Cavab D variantı. Xəritə sxemə əsasən Dərələyəz, Murovdağ və Burova silsilələrinə uyğun gələn rəqəmləri müəyyən edək. Dərələyəz 5 rəqəmi ilə, Murovdağ 2 rəqəmi ilə, Burovar isə 6 rəqəmi ilə verilib. 5, 2, 6 cavab D variantı. 29 dərəcə şərq uzunluğunda yerləşən İstanbul şəhəri ilə 2 dərəcə şərq uzunluğunda yerləşən Barselona şəhəri arasında yerli vaxt fərqi. Hər iki məntəqə şərq yarımkürəsində olduğuna görə onların arasındakı coğrafi uzunluq fərqini 4 dəqiqəyə vura bilərik. Belə ki, hər dərəcə 4 dəqiqədir. Burada 27 dərəcə coğrafi uzunluq fərqi var. Bunu 4 dəqiqəyə vursaq, cavabımız 108 dəqiqə eləyəcək. Cavab B variantı. Doğru fikri müəyyən edək. Baş Qafqaz silsiləsi Babadağdan cənub-şərqə doğru tədricən alçalır və yamaçları hamarlanır. Şərti doğrudur. Cavab A variantı. Xalxal ilisu və bu mineral bulaqları hansı tektonik zonada yerləşir? Hər üçü Böyük Qafqaz tektonik qalxmasında yerləşir. Cavab B variantı. Hər kəsə uğurlar.